Yəni gündəlik həyatda belə çox istifadə olunmur, amma iş biraz işlə bağlı aktiv olan insanlara təbii ki təsir eləyəcək. Qərar səhv qərardır. Yəni doğru qərar deyil. Bu mövzuda digər ölkələrə örnək alsaq, daha yaxşı ölkələr, bizdən aşağı yoxdur, yüksək ölkələr nəzərə alsaq, yəni orada yəni bu tip limitləmə yoxdur. Yəni biz inkişaf eləmək istəyiriksə, daha yaxşılarını örnək almalıyıq. Pis. 2-3 dəfə istifadə edirəm bunlar, bəs edir. Təzə eşitmişəm bu məlumatı. Neynəmək olar? Vallahi əslində qalsa doğru deyil. Çünki bütün vətəndaşlar üçün yəni çətinlik olacaq bizim üçün. Belə məsləhət görüblər. Vallahi mən heç kart istifadə eləmirəm. Mən limiti keçmişəm. Mənə yaxşı təsir eləyir. Problem yoxdur. Yəni o köçürməsi eləmirsiniz çox? Xeyr, çox köçürmə eləmirəm. Heç mən köçürtmürəm, bilmirəm. Yaxşı fikir deyil. Olsa yaxşı olar da, kartdan karta köçmək yaxşı olar. Mənə çox da təsir eləmir, amma bəzi adamlara çox təsir eləyir məncə. Yaxşı təsir eləmədi məncə. Mən düzü bilmirəm bunun yan təsiri nə idi ki, bunu nə üçün elədilər? Mənə maraqlıdır. Niyə limit qoydular? Olmasa məncə daha yaxşı olardı. Ən azından küçədə filan satan adamlar var idi nələrsə onlara. Amma onlar da doğru bir şey değildi məncə. Kartdan karta atmaq, hə? Doğrusunu deyim, heç bir fərqi yoxdur. Yəni önəmli deyil. Əgər qanun gətirirlərsə, vericini qaydaya salmaqdan ötürü gətirirlər o qanunu, amma düşünürəm ki, bizim üçün heç bir fərqi yoxdur onun. Əslində hesabımızı düzgün aparsaq daha yaxşıdır. Yəni pulu əgər nə üçün edirlər də, məsəl üçün biz bilirik də nə üçün edirlər, kartdan karta pulu köçürdülər, düzdür. Biz pulu əgər düzgün ödəsək, kartdan karta köçürmələrindən problemimiz olmaz deyə düşünürəm. Uşaqlara göndərirsən, qohumuna göndərirsən, problem deyil, amma o gün ərzində 5 dəfə olmur da, düzdür. Gün ərzində 5 dəfədir kartdan karta pul köçürmənin qadağası, düzdür. Yəni onu sadəcə olaraq ödəmələri qaydaya salmaqdan ötürü edir, yəni hökumət deyə düşünürəm. Orada da haqlı payları var. Çox az miqdarda istifadə edirəm belə şeylərdən. Doğru deyil də. Niyə elə olmalıdır ki, pul mənim də orada köçürdərəm, orada köçürdərəm. Ümumiyyətlə kartdan karta pul köçürməyinin o qədər də mən heç lehinə deyildim. Onun müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var idi. İndi hər insanın məlum məsələdir ki, düşüncəsinə görə, niyyətinə görə hamını düzgün başa düşmək olmur, nə də hamıya adam özü kimi inana bilmir. Bəzən inanırsan, kartdan karta pul köçürdürsən, başım çəkib onu, ona görə mən başıma gələni deyirəm, əziyyətini çəkmişəm. Limit qoyulsa, mən onun tərəfdarıyam. Yəni, mənə lazım olan işimi görərəm, ta artıq iş görmərəm. Yaxşı deyil. Daha çox olsa daha yaxşı olar da. Dəyərli bir şey olmadı, yəni fərq eləmədi mənim üçün. Çox istifadə eləmirəm kartdan. Ay ərzində 5 dəfə olanda olur. Mən elə bir biznesmen də deyiləm ki, dükanım var, ya şirkətim var ki, onlara o maraqlıdır. Mən hələ bir əməliyyatlar, operasiyalar aparmıram. Köçürdürəm, olur, amma günə bir dəfə ola bilər, olmaya bilər məsələn. Dükanlara, böyük bir şirkətlərə, hansı ki, pastayan da köçürmələr, transferlə məşğuldurlarsa, bəli, onlara ziyan gətirəcək. Mənə elə gəlir ki, bu limit olmasaydı daha yaxşı olardı. Çünki günümüzün, belə deyim, reallığı ancaq kartla istifadə edirik hər bir şeyi. Və mənə elə gəlir ki, yəni, bu limitli olmasaydı 5 dəfə məncə azdır. Daha çox olsaydı yaxşı olardı.